Salam, sabahınız xeyir. Lerik rayon Hamarat kendi. En güzel manzaralı yer. En güzel manzaralı yer, yüksek yer. İki derenin ortası demek olar ki. Xırda meşaleyi de var. Arasında bütün növ ağaçlar da əkilib. Meşə də çox, meşə mənzərəsi də çox yaxındadır. Görürsünüz, belə yüksəkliyi var. Hər yer görsənir. Və burada da məktəbdir. Bax, yaxınlaşdırım. 150 metrədir buradan məktəb. Asfalt da bu məktəbə qədərdir. Və burada da belə bir obyekt tikilib. Deməli, sənəd ev üçün layihədə çıxıb. Torpağın qubçası da var. Bu tikilidə hardasa 32 metre uzunluğudur bu binanın. 32 metre. Burada 2 tane de otaq tikilib. Bir mətbəxdir, mətbəx kimi müvəqqəti. Bir mətbəxdir. Bir də otaq, yataq otağı. Kim istəsə bunu hemen otaqlara belə bölüb və bunun yeri var. Hemen otaqlara bölüb bunu nəsə eləyə bilər. Və yaxud kiçik sex və yaxud nəsə biznes üçün kirayəci evlər. Bu da pastayanlı suyudur, bulaq suyudur. Bunu qoşmuşuq, başqa yerə gedir. 20'lik şılaqla 32 şılaqla padriyat bu su gəlir. Dağın dibindən çıxır tam. Salam salam. Ha, bu hamam tuvalet bir yerdedir. Kim istese indi ev tikende oraya çəkəcək. Bura bağlıdır. Kombi xanadır, kombini açmışıq. Burada işləmədi, qaz yoxdur. Ancaq istifol bu 2 dənə otağa çəkilib. Arazi dediyim kimi çoxdur. O belə hardasa yaşıl ağaclar. Şurada da olsa bir 2000'e yakın bu ağaclardan vurulub bu araziye. Belə qoz ağacları da var. İri qoz ağacları. Meyve ağacları vurulub 300 tane. 70-80 tane gilas vurulub. 70-80 tane armud. 70-80 tane de alma. Arazi de böyükdür. Bu da o biri dərənin bir tərəfi. Yolda dediğim mesafede 150-200 metre olar asfalta. O yolun üstünden bura gelir. Bunlar da palıd ağaclarıdır. 4-5 tane palıd ağacları. Meşə mənzərəsi də əladır. Bir də deyirəm, torpağın çıxarış qubçası var. Evə də 2 mərtəbə evə layihə də çıxarılıb. İndi işığı da verilib, ödəniş olunub. İşığı da qanuni gətirib qoyacaqlar. Kim istəsə zəng eləyə bilər. 20 sot qanuni qubçalıdır. Yerde kalan zəbsi də bələdiyyət sənədinəndir. Qanun. Bu da bunun həyəti. Otağın için göstərin.
Bu bulak suyunu bir de göstereyim. Görürsünüz. Kadriyet bu ahır burada. Müvəqqəti bu klyonka burada qalan. Klyonka vurub burasını. Bu mətbəxidir. Dostlar. Müvəqqəti vurulub, amma pol laminatlı, isti pol çəkilib. Yəni haçansa qaz çəkilib. Bu da otağıdır. Şifrələrdə də qoyulub. Yəni qəşəngdir. Kim istərsən əlaqə nömrələr var. Yazıcı. Belə də deyirəm nömrələri 077 620 20 51. Lerik rayon Hamarat kəndi. Ən mənzərələr yeridir. Bu dağ buradan telefonda biraz şey gösterir. Aramızda bir dərə var. Ama yaxındır, qəşəngdir. Aramızda bir dərə var bu dağla həyətimiz. Bu da dediğim kimi 32 metreli obyektdə belə iki otaq. Bunu bölüb kiriyə də, icarəyə də vermək olar. Turistlər üçün istifadə eləmək olar. Məsələn, ikisinin qapısını verdim bu yana, ikisini verdim arka tarafına. O da dəmirdən tikilib sonradan. Onu sökədə bilərsiniz. Onu yeməkxana da eləmək olar. İçindən də taxta, apışıfqa, hər şey eləmək olar. 5 dənə elə göstərdiyim kimi iki otaq çıxır. Bu binada. O dəmiri də yeməkxana eləmək olar. Stalova, belə deyək də. Stalova. Evin layihəsi də var. Dediyim kimi layihə də çıxıb. Layihəsi də var. Kim istəsə evdə tikə bilər. Kim istə bilər bunu qeyri yaşayışa da çevirə bilər. Yəni belə də istəyə bilər. Bu da mən tikmişəm bunu 2 plan içində. Ya tövlə eləyəcəm ya da ki bu məqsədlə tikmişəm. Ya da ki belə 2 otaq tikib icarəyə vermək. Amma var da bu tikili. Çok qəşəngdə tikilib betonlu, altıda betonlu. Altıda da kəmər yedi, bunu da göstərib. Altında da kəmər var. İndi burada görə bilirsiniz, bax görürsünüz. Altda da kəmər gedib. Üstündə də kəmər gedib. Altında 50'nin 50'ydi kəmərin qalınlığı. Üstdə 20'nin 40'adır, səhv eləmirəmsə. Ya 20'nin 20'ydi. Tək-təklə tikilib. 20'nin 20'ydi. Bu kadar. Kimin ne sözü olsa nömrə qoyulacaq. Nömrə ilə əlaqə saxlasın. Qiymət də çox münasibdir. Bu aşağılarda da bütün növ ağaclardan vurulub. Bir daha göstereyim. Bak buradaki ağaclardan görürsünüz, ağaçlardan vurulup ta o yola kadar aşağıda yoldu. Oradan vurulup da her tarafa indi göstermir, yeşil ağaçların dalındadır. Calaq var, çoxdur. Nömrə 077 620 20 51 Lerik Hamarat kəndi. İstəyən zəng eləsin.